Zubir yaxınlaşdı, daxil oldu cərimə meydançasına. Zubirdən gelib qapıya zərbə. Qarşı alındı. Növbəti zərbə olmadı. Daha bir hücum. Yeni zərbə və gol! 73-cü dəqiqə Piccalo. 3-1 olur hesap. Qarabağ ümidlənir bu golla. 73-cü dəqiqədə hesab arasındaki fərq azalır. 1-3. Və gol! 3-2. 3-2 olur 78-ci dəqiqə. Kevin Medina. Ardıcıl gollar Qarabağdan. Və Çox bir qədər dramatik bir sonra maç izlədik. Adday da meydana daxil olacaq. Vəziyyət dəyişir. İndi dəyişikliklər həyata keçiriləcək. 10-11. İsayev meydanı tərk edir. Gelir qapı qarşılı ötürür. 84-cü dəqiqə üçün Musa Qurbanlı. Nələr baş verir bu oyunda? 11 dəqiqə ərzində Qarabağ hesabı bərabərləşdirir.